Salam uşaqlar. Əvvəlki videolarda biz demək olar ki, kvadrat köklər bölməsinə yetəri qədər toxunmuşuq. İndi ardıca gələn mövzuların izahını verək. Demək, növbəti mövzumuz Pifaqor teoremi, Pifaqor teoreminin tərsidir. Pifaqor teoremi hamınıza tanışdır. Yəni düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenüzün kvadratına bərabərdir. Yəni bunu necə yazırıq? Yazırıq a kvadratı üstə gəlsin b kvadratı bərabərdir c kvadratı. Və Pifaqor teoreminin tərsi nədir? Pifaqor teoreminin tərsində deyilir ki, üçbucaqda iki tərəfin kvadratlarının cəmi, yəni a kvadratı üstə gəlsin b kvadratı bərabərdir c kvadratıdırsa, üçbucaq düzbucaqlı üçbucaqdır. Yəni, əgər bizə tərəflər verilmişdirsə, ona görə üçbucağın düzbucaqlı üçbucaq olub olmadığını təyin edə bilirik. Eyni zamanda düzbucaqlı üçbucaqda katet verilib, digər katet verilib hipotenüzün tapılmasında, hipotenüz katet verilib digər katetin tapılmasında biz Pifaqor teoremindən istifadə edirik və bu Pifaqor teoreminin təbii ki, sadə tətbiqləridir. Daha mürəkkəb tətbiqlərini qarşıdakı siniflərdə, eyni zamanda elə bu sinifdə də öyrənirik. Bunları məsələ əhlində izah verəcəm. Demək, daha sonra xüsusi düzbucaqlı üçbucaqlar da bu mövzuda qarşınıza çıxacaq. Onlar da haqqında da məlumat verim. Demək, xüsusi düzbucaqlı üçbucaqlarımız hansılardır? 1, 30, 60, 90 üçbucağıdır ki, bu xüsusi düzbucaqlı üçbucaq adlanır və burada münasibət necədir? 30 dərəcəli bucaq qarşısındakı tərəf hipotenüzün yarısına bərabərdir. Yəni buna A desəm, bura 2A olur. Eyni zamanda 60 dərəcəli bucaq qarşısındakı tərəf 30 dərəcəli bucaq qarşısındakı tərəfin kök 3 mislinə bərabərdir. Və burada nisbət belə yazılır. 1 bölünsün kök 3 bölünsün 2 kimi. Yəni bu nisbətdə olan üçbucaq xüsusi düzbucaqlı üçbucaqdır və 30, 60, 90 üçbucaqdır. Bir də xüsusi düzbucaqlı üçbucaqlardan digəri katetləri bərabər olan düzbucaqlı üçbucaqdır. Yəni bərabər yanlı düzbucaqlı üçbucaqdır. Burada bucaqlar 45-45 45-45 90 olur və katetlərin bərabərliyini vurğuladıq. Burada münasibət necədir? Burada katetlər A-dırsa, hipotenüzümüz kök 2A olur. Bunların hər ikisi Pifaqor teoremindən nəticə olaraq çıxa bilir. Və burada da tərəflərin nisbəti 1 bölünsün kök 2 kimi yazılır. Demək, bizə misal olaraq, məsələ olaraq qarşımıza nələr çıxa biləcək? Gəlin onlardan danışaq. 1. Məsələn, ədədlər verər. 5, 12, 13. Soruşur ki, bu düzbucaqlı üçbucağın tərəfləri ola bilərmi? Biz onu yoxlayırıq. 5-in kvadratı üstə gəlsin 12-nin kvadratı bərabərdir 13-ün kvadratı. Ödənirsə, bu düzbucaqlı üçbucaq olacaq. Və 5-in kvadratı edir 25, üstə gəlsin 144, 12-nin kvadratı bərabərdir 169. Bu cəm 169-a bərabərdir. Demək, verilmiş tərəfləri verilmiş üçbucaq düzbucaqlı üçbucaqdır. Və yaxud bu tərəflər düzbucaqlı üçbucağın tərəfləri ola bilər. Daha sonra bizə sadə bir halda verilir düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucağın katetinə verilir, fərz eləyək ki, 4. Digər katetinə və yaxud hipotenüzünə baxaq. Hipotenüz olur 8. Və bu kateti tapmaq istəyirik. Biz bunu xüsusi düzbucaqlı üçbucaqla gedib yaza bilərik. Amma burada gördüyünüz kimi bucaq yoxdur. Bucaq olmayanda, yəni yazmağımız belə deyək də, hökm deyil ki, biz onu 30 dərəcəli bucaq qarşısındakı katetin hipotenüzün yarısı olduğunu bilib də bunu müəyyənləşdirək. Biz Pifaqor teoremini tətbiq edib
bu katete x deyib, x bərabərdir kökün altında 8'in kvadratı 64, 4'ün kvadratı 16. Bunların fərqi kök altında 48. Kök altında 48 və 4 kök altında 3 kimi tapa bilirik. Və eyni zamanda yine deyirəm 30 dərəcəli bucaq qarşısındakı katet hipotenüsün yarısı olur. Ona görə bura 30 deyib də buranı 4 kök üstü tapa bilərdik. Bir də ki belə bir hala baxaq. Məsələn, düzbucaqlı üçbucaqdır. Bunun kateti verilib 6, digər kateti verilib məsələn 12. Hipotenuzu istəyir. O zaman hipotenuza S desək, S kvadratı bərabərdir 6'nın kvadratı üstə gəlsin 12'nin kvadratı və buradan hipotenuzu tapırıq. Sonra keçək əlavə suallarımız. Düzbucaqlı üçbucaqdan əlavə nə suallar düşə bilər? Məsələn, 2 düzbucaqlı üçbucaq verilə bilər. Baxın bu formada. 2 düzbucaqlı üçbucaq veriləcək və bura 90 dərəcə, burada 90 dərəcə. Bura veriləcək, fərz edək ki 7 və 9. Bura veriləcək neçə deyək ki 6 və buranı verəcək x. Bizdən x istəyəcək. Biz nə edirik? Birinci bu düzbucaqlı üçbucaqda hipotenuza baxırıq. Kökün altında 49 üstə gəlsin 81. Bu da bərabərdir. Kök altında 130 alırıq. Və buranı tapmaq istəyiriksə artıq bu düzbucaqlı üçbucaqdakı hipotenuz digər düzbucaqlı üçbucağın katetidir. Ona görə bu tərəfə y desək, y bərabərdir kökün altında 130 üstünə gəlsin 36 və bərabərdir kök altında 166 olacaq. Daha sonra bizə Pifagor teoreminin tətbiqi belə də rast gələ bilər. Bizə deyər ki, parça düz xətti kəsir. Parçanın bir ucu düz xəttdən belə deyək 4 cm məsafədədir. Digər ucu da düz xəttdən nə qədər məsafədə olsun? Məsələn, baxaq görək burada. Bura 4, bura 2. Diqqətlə baxın. Sonra verdikmi bunu verib bizə. Bax, fikir verin. Bu parçanın endirilmiş perpendikulyarların oturacaqları arasındakı məsafə bizə 8 verilib və bizdən tələb olunur parçamızın uzunluğu. Biz o zaman bunu bu formada düzbucaqlı üçbucağa tamamlayırıq və bu ikini köçürürük bu yana. Bura 8, bura 6, daha doğrusu üzürü bilin. Bura 8 olur. Çünki bura düzbucaqlı yaranır. Düzbucağın qarşı tərəfləri bərabərdir. Bura 6'dır. Çünki 2 düzbucağın qarşı tərəflərindən bura 2, bura 4 və 6 tapırıq. Buradan demək bizə hipotenüs nə qədər oldu? Oldu 6'nın kvadratı üstə gəlsin 8'in kvadratı kökün altında. Bu da bərabərdir 10. Bizim parçamız nə qədər imiş? 10 santimetr imiş. Daha sonraki sualımıza baxırıq və düzbucaqlı üçbucaqlarla artıq yekunlaşdırmağa çalışarıq. Demək, digər sualımız nə formada verilə bilər? Fikir verin. Məsələn, bizə belə bir sual verilib. Bu katet 3 santimetrdir.
Bu katet 4 santimetrdir. Və deyir ki, hipotenüz üzərində qurulmuş kvadratın sahəsini tapın. Biz bu zaman nə edirik? 4, 5, 3, 4 və bura olur Pifagordan 5. Hipotenüz üzərində qurulmuş kvadratın tərəfini tapdıq. Nə qədər oldu? Hipotenüzə bərabər 5. Onda sahə bərabər olur nə qədər? 25 kvadrat vahidi. Bir sual da əslində yazmaq istəyirəm. O da nə ilə bağlıdır? Düzbucaqlı üçbucaqda katetlər üzərində qurulan kvadratların sahələri cəmi hipotenüz üzərində qurulan kvadratın sahəsinə bərabərdir. Yəni buna, çünki bura A kvadratıdır, bura B kvadratıdır, burada C kvadratıdır və biz də demişik ki, A kvadratı üstə gəlsin, B kvadratı bərabərdir C kvadratı Pifagor teoreminə görə. Və buradan yazdıq. İndi Pifagor teoremi ilə bağlı düşünürəm ki, BSG-yə bu qədər suallar düşəcək, yəni bundan çox da çətin düşəcəyini düşünmürəm. Yəni yer gəlmişkən düşsə də artıq siz onun öhdəsindən gələ bilirsiniz. Düzbucaqlı üçbucaqda müəyyən qaydalar var, onlardan danışmadım. Məsələn, hipotenüzə çəkilmiş hündürlük hipotenüz üzərindəki parçalarla orta mütənasib olur, böldüyü parçalarla. Yəni onlar da artıq demək, onlardan da bir nümunə yazaq. Məsələn, belə bir üçbucaq verilib bizə və buradan bir hündürlük çəkilib. Diqqətlə baxsaq, bizə verilən nədir? Bu tərəf verilib 9. 9 verilib bu tərəf. Bu tərəf verilib bizə 5. Və bura verilib 6, bura verilib x. Biz buradan nə edirik? Birinci Pifagor teoremini bu üçbucağa tətbiq edib bu hündürlüyü tapırıq. H bərabərdir kökün altında 81 çıxılsın 25. Bu da bərabərdir kök altında 56. Kök altında 56. O zaman x'in kvadratı bərabərdir 6'nın kvadratı 36, üstə gəlsin kökdə 56. Bu da bərabərdir 92. X bərabərdir kök altında 92 eləyəcək. Daha sonra əgər üçbucağımız düzbucaqlı üçbucaqdırsa və buradan bir hündürlük çəkilmişdirsə, üçbucaq düzbucaqlı üçbucaqdırsa, burada buraya desək 4, buraya desək 9 və buradan hündürlüyü rahatlıqla tapa bilirik. H bərabərdir kökün altında 4 vurulsun 9, yəni onların həndəsi ortasına bərabərdir. Bu da bərabər 6'ya və buradan istəsək bu tərəfi taparıq, istəsək bu tərəfi taparıq və hansı tələb olunarsa tapa bilirik. Yəni bu hündürlükdür. Hündürlük hipotenüz üzərində ayırdığı parçalarla orta mütənasibdir. Və təbii ki, Pifagor bununla məhdudlaşmır, amma mən düşünürəm ki, Pifagor haqqında anlayış verdiyimiz bəs edər. Daha sonraki bölməmiz demək kvadrat tənliklər bölməsidir. Kvadrat tənliklər bölməsində ilkin olaraq kvadrat tənliyi ilə tanış oluruq. Kvadrat tənliyi nədir? X kvadratı ax kvadratı üstə gəlsin bx üstə gəlsin c bərabərdir 0 şəklində verilən tənlikdir. Burada diskriminantdan asılı olaraq kvadrat tənliyin həllərini araşdırırıq. Diskriminant nədir? Diskriminant yeri gəlmişkən ayırd edici də deyilir, yəni ayırd edir də tənliyin kökü varmı, yoxmu, yoxsa həqiqi kökü varmı, yoxmu və yaxud varsa neçə dənədir? Diskriminantın tapılma qaydası necədir? B kvadratı çıx 4ac B kvadratı çıxılsın 4ac düsturu ilə tapırıq və kvadrat tənlikdə köklər düsturu deyə bir düstur necə yazılır? Mənfi B üstə gəl çıx kökün altında diskriminant D bölünsün 2a. Burada təbii ki x1
toplanması ilə x2 çıxılması ilə fərqləndirilir. Daha sonra və bundan sonra artıq kvadrat tənlik yəni həll olunmuş sayılır. Bir də kvadrat tənliklər bax x kvadratı üstə gəlsin, px üstə gəlsin, q bərabərdir 0 şəklində verilir. Burada bir yanlışlıq olmasın, mən formanı yazmadım deyə onu qeyd eləmədim. Birbaşa araşdırmaya başladım. A fərqli də 0 olmalıdır. Yəni B də 0 ola bilir, C də 0 ola bilir, amma A 0-dan fərqli olmadığı təqdirdə biz buna kvadrat tənlik hökmü irəli sürə bilmərik. Çünki kvadrat buradan itəcək A 0 olanda. Əgər burada x kvadratının əmsalı 1-dirsə, yəni x kvadratı üstə gəlsin, px üstə gəlsin, q bərabərdir 0 şəklində tənlikdirsə, biz buna deyirik çevrilmiş kvadrat tənlik. Və çevrilmiş kvadrat tənliklər üçün də Viet teoremi köklərin tapılmasında bizim köməyimizə gəlir. Viet nə deyirdi? Köklərin cəmi əks işarə ilə ikinci həddin əmsalına, yəni mənfi p-yə, köklər hasili isə sərbəst həddə, yəni q-yə bərabərdir. Biz kvadrat tənliklərdə, çevrilmiş kvadrat tənliklərdə bunu daha geniş tətbiq edirik. Sonra kvadrat tənliklərlə bağlı ümumi suallardan istəyərdim ki, çox da danışmayayım. Hərəsindən bir nümunə verək. Məsələn, x kvadratı üstə gəlsin, 6x üstə gəlsin, 8 bərabərdir 0 tənliyinə baxaq. Burada diskriminant bərabərdir 36 çıxılsın 32, yəni 6-nın kvadratı 36-dır, 4 vurulsun 8 vurulsun 1-dəki 32-dir. Bu da bərabərdir 4-ə. Buradan x1, 2 bərabərdir mənfi 6, əks işarənin ikinci həddi. Üstə gəlsin, çıxılsın 4. 4-dən nə çıxır? Kökdə 4-dən 2. Bölünsün 2a, a-mız 1-dir, ona görə belə. x1 bərabərdir mənfi 6, üstə gəlsin 2 bölünsün 2. Bu eləyir mənfi 2. x2-miz də bərabərdir mənfi 6, üstə çıxılsın 2 bölünsün 2. Və bu da bizə nə verir? Mənfi 4. Köklərimiz oldu mənfi 2 və mənfi 4. Yeri gəlmişkən bu tənlik çevrilmiş kvadrat tənliyidir axı. Burada x1 üstə gəlsin, x2 cəmi nəyə bərabərdir? Mənfi 6-ya. x1, x2 hasili nəyə bərabərdir? Müsbət 8-ə. Və biz baxırıq ki, cəmi mənfi 6 və kökdə hasili 8 olan 2 ədəd x1 bərabərdir mənfi 2 və x2 bərabərdir mənfi 4 olacaq. Yəni, belə də bu tənliyin köklərini tapmaq olar. Demək ki, biz Viet teoreminin tətbiqini də burada görə bildik. Kvadrat tənliyin diskriminantla, köklər düsturu ilə həllini də verə bildik. Kvadrat tənliklərdən suallarımız müxtəlif formalarda ola bilər. Bir nümunədə göstərək. Məsələn, bizə bir kvadrat tənliyi verəcək, onun heç bir kökü olmayacaq, yəni həqiqi kökü olmayacaq. Məsələn, x kvadratı üstə gəlsin 2x, üstə gəlsin 5 bərabərdir 0 şəklində. Biz bunu araşdırsaq, baxarıq ki, diskriminant 0-dan kiçikdir. Yeri gəlmişkən, mən toxunmadığım diskriminant kvadrat tənlikdə diskriminant 0-dan kiçikdirsə, həqiqi kökü yoxdur. Bax, həqiqi kökü yoxdur. Yəni, kökü var, amma həqiqisi yoxdur. Diskriminant bərabərdir 0 olanda 2 bərabər 2 bərabər və yaxud da ki, yeganə kökü var və diskriminant 0-dan böyük olanda isə 2 müxtəlif kök var. İndi bu tənliyə baxırıq. Bunun köklərini tapa bilmirik. Yəni, həqiqi köklərini tapa bilmirik. Çünki bunun diskriminantı 0-dan kiçikdir. Amma mənə deyir ki, x1-in kvadratı üstə gəlsin x2-nin kvadratı cəmini hesabla. Biz bunun üçün müxtəsər vurma düsturlarından x1-i üstə gəlsin x2-nin kvadratı çıxılsın 2, x1, x2 kimi köməkçi düstur bilirik. x1 üstə gəlsin x2 nə verir bizə? Mənfi 2. Mənfi 2-nin kvadratı nədir? Müsbət 2. Çıxılsın 2 vurulsun 5. Bu da bərabərdir mənfi 6. Yəni 4 çıxılsın 10 bərabərdir mənfi 6. Bu qədər. Yəni belə tapılır. Bu qədər sadədir. Yəni çox çətin deyil. Bunun araşdırılması da, yadda saxlanılması da. Sonra kvadrat tənliklər mövzusundan biraz indi özüm müəyyən qədər suallar yazdım.
Bir də konkret kitabda verilən bir neçə sual nümunəsinə də baxaq. Məsələn, bizə belə bir sual veriləcək ki, sadə bir sual. 3x kvadratı çıxılsın 27x bərabərdir 0. Gördüyünüz kimi kvadrat tənliyini həll edin. Natamam kvadrat tənlikdir. Biz bunu vurğuları ayırma ilə daha rahat həll edə bilərik. 3x'i çıxardırıq mötərizə xaricinə. X çıxılsın 9 bərabərdir 0 alırıq. Düzdürmü? Buradan 3x bərabərdir 0-a, x bərabərdir 0 bir kökdür. X çıxılsın 9 bərabərdir 0, x bərabərdir 9 da ikinci kökdür. Yəni bu kvadrat tənliyin iki kökü var. Özü natamam kvadrat tənlikdir. Sonra belə bir sual verilə bilər. A çıxılsın 2, vurulsun x kvadratı, üstə gəlsin 4x, üstə gəl 8 bərabərdir 0. Verilmiş tənlik A-nın hansı qiymətlərində kvadrat tənlikdir? Bu zaman A çıxılsın 2 fərqlidir təbii ki 0. A fərqlidir 2 olmalıdır. Yəni x kvadratının əmsalı 0-dan fərqli olmalıdır ki kvadrat tənliyimizə biz nə deyə bilək? Daha sonra tənliyimizə kvadrat tənlik deyə bilək. Bərabərdir 0 olsa xətti tənlikdir. Bir də bizə verilə bilər ki kvadrat tənlik, belə bir kvadrat tənlik verir məsələn. Deyər ki bunun nə vaxt yeganə kökü olur? Ki bərabər və yaxud yeganə kökü olur. Biz baxırıq, yeganə kök olmasının birinci, belə deyək də, axtarılmalı olduğu yer diskriminantın sıfıra bərabər olmasıdır. Yəni, diskriminant sıfıra bərabərsə 2 bərabər və yaxud yeganə kök var. Digər məsələ nədir? X kvadratının əmsalının 0 olması, əgər mümkündürsə. X kvadratının əmsalı 0 olmalıdır. Bu bir haldır. Bir də diskriminant sıfıra bərabər olmalıdır. Yəni, ola bilər misalda bunlar üst-üstə də düşə bilər. Fərqləndiyi halda hər ikisi götürülə bilir. Daha sonra bizə deyər ki, məsələn, belə bir tənlik verəcək. X kvadratı üstə gəlsin 4x bx çıxılsın. Üstə gəlsin 64 bərabərdir 0. Tənliyimiz belə olsun. X kvadratı üstə gəlsin 4bx üstə gəlsin 64 bərabərdir 0. Kvadrat tənliyinin nə vaxt 2 bərabər kökü var? Mən bu zaman 4b'nin kvadratı, yəni b kvadratı çıxılsın 4 vurulsun 64, 4 AC, A'mız 1'dir axı. Bu bərabərdir 0 yazaram və 16 b kvadratı bərabərdir 256 yazaram. B kvadratı bərabərdir 16 olacaq və b bərabərdir üstə gəlsin çıxılsın 4 olacaq. Demək, bu ümumi hal. Ola bilər bunu xüsusiləşdirər. Məsələ necə? B-nin hansı müsbət qiymətində və yaxud mənfi olmayan qiymətində. Bəzən ola bilər ki, B-nin sıfırı da məsələn bunu diskriminantın sıfıra çevirir. O zaman deyəcək ki, B-nin hansı mənfi olmayan qiymətində, daha sonra müsbət qiymətləri soruşursa, hansı müsbət qiymətində mənfi qiymətləri və sıfırı soruşursa, müsbət olmayan qiymət kimi soruşa bilər və müsbət qiymətlər və sıfırı soruşursa, mənfi olmayan qiymətlər kimi soruşa bilər. B-nin hansı müsbət qiymətində desə, bu misalda müsbət 4'ü götürəcək. B-nin hansı mənfi qiymətində desə, mənfi 4 götürəcək. B-nin hansı qiymətində deyirsə, bunların hər ikisi götürüləcək. Sonra, ola bilər ki, belə bir tənlik verər. Deyək ki, məsələn, kx kvadratı üstə gəlsin 5x üstə gəlsin 6 bərabərdir 0 tənliyini verər və deyər ki, k-nın hansı qiymətində x bərabərdir 2 ədədi bu tənliyin köküdür. Biz kök deyəndə dəyişənin qiymətini nəzərdə tuturuq. Burada k parametridir. 2-ni aparıb x-in yerinə qoyuruq. X-in kvadratı olur 4. 4x 4k üstə gəlsin 10. Yəni 2 vurulsun 5, 10. Üstə gəlsin 6 bərabərdir 0. Buradan 4k bərabərdir mənfi 16.
K bərabərdir mənfi 4-ə. K bərabərdir mənfi 4-ə. K-nın mənfi 4 qiymətində 2 kökü məhz bu tənliyin köküdür. Bir də ümumi bir neçə məsələ tipi də düşə bilər. Yəni kvadrat tənlikdən suallar deyiriksə. Məsələn, tutaq ki, 2 ardıcıl ədədin hasili 2 ardıcıl ədədin hasili 132-dir. Burada biz nə edirik? X və x üstə gəlsin 1 hasili 132-dir. Və x kvadratı üstə gəlsin x çıxılsın 132 bərabərdir 0. Burada diskriminant da tapa bilərsiniz. Eyni zamanda köklər cəmi mənfi 1-dir, köklər hasili mənfi 132-dir. Demək biz burada x1 bərabərdir mənfi 12, x2 bərabərdir müsbət 11 yazsaq, bu hasil verəcək bunu, cəm də bunu verəcək. Demək ki, 2 ardıcıl natural ədəd deyirsə, natural ədəd fikrini qeyd elədimmi, yoxsa yox, yadımdan çıxdı, amma natural ədəd. O zaman biz 11'i götürürük. 11 ve 11'den sonraki nedir? 12. Həqiqətən 11'i 12'ye vuranda 132'ni verir. Fotoşəkil məsələsi də verilə bilər. Tutaq ki, məktəbi bitirən şagirdlər bir-birinə fotoşəkillərini hədiyyə edirlər. O zaman en sayda şagird varsa, hər şagirdə en çıxılsın bir sayda şəkil lazım olur. Və burada 2'ye bölmə halı yoxdur. Niyə? Çünki mən və digər şagird. Mən özümə şəkil verməyəcəm. Qalan hər kəsə şəklimi verəcəm. Və digər şagird də yalnız özünə verməyəcək. Qalan hər birinə verəcək. Ona görə hər şagirdə en çıxılsın bir sayda şəkil lazımdır. En vurulsun en çıxılsın bir sayda paylanma olacaq və bu ümumi say tutaq ki bizə müəyyən bir cəmi neçə şəkil lazımdır. Tutaq ki 380 şəkil lazımdır. Bunu həll edib tapa bilərik. Demək, məncə kvadrat tənlik mövzusundan yetərli olar. Daha sonra dördbucaqlılar bölməsi. Dördbucaqlılar bölməsində biz yeni səhifədə yazaq. Dördbucaqlılar bölməsində ilk olaraq qabarıq və çökük olduğunu öyrəndik. Qabarıq dördbucaqlılar bilirik ki, tərəfinin uzantısı onun daxili oblastından keçmir. Yəni trapesiya deyil, ixtiyari dördbucaqlıdır. Tərəflərin paralelliyindən danışmırıq. Bu qabarıq dördbucaqlıdır və çökük dördbucaqlımız da belə bir dördbucaqlı verək və buna deyək çökük dördbucaqlı. Dördbucaqlılar qabarıqlarda tərəfin uzantısı onun daxili oblastından keçmir və yaxud hər bir tərəfin uzantısından bir yarım müstəvidə yerləşir. Tərəfi uzadırıq, görürük ki müstəvini 2 yerə böldü, fiqur ondan bir yarım müstəvidə yerləşir. Amma bu qabarıq olmayanlarda belə deyil. Məsələn, ikisi daxili oblastından keçir, digər ikisi keçməsə belə. Çoxbucaqlılarda daxili bucaqlıların cəmi bizə hələ ki 4 bucaqlılar lazımdır. 4 bucaqlıların daxili bucaqlarının cəmi 360 dərəcədir. Xarici bucaqların cəmi 360 dərəcədir. Bunların 2 diagonalı var. Sonra 4 təpəsi var, 4 tərəfi var, 4 bucağı var. Bu bəlli. Bir də bizə ixtiyari dördbucaqlı üçün hansı məsələlər ən çox rast gəlir və mən fikir verirəm, uşaqlar bunlarda əziyyət çəkirlər. 1. İxtiyari 2 bucağının tən böləni. Baxın, fikir verin. 2 bucağının tən böləni arasındakı bucağı istəyirsə, biz burada avtomatik bu bucaqla bu bucağı bilməliyik. Tutaq ki, bura A-dır, bura B-dir, bura C-dir, bura D-dir. Qayda alfa bərabərdir. Bucaq B üstə gəlsin, bucaq C bölünsün 2'dir. Bunu başqa cürdə tapmaq olardı mı? Olardı. Bura x deyərdim, burada x olardı. Bura y deyərdim, burada y olardı. Düzdürmü? Bu bucaqlar bilinirsə, bu bucaqların da cəmi bilinir və bunların yarısı, bunların cəminin yarısı olacaq. 180 dərəcədən çıxıb tapardıq. Amma qayda budur. Sonra digər məqam hansıdır? Deyir ki, ixtiyari dördbucaqlının diagonalları verilib. Bizə deyir ki, bunun tərəflərinin orta nöqtələrini birləşdirməklə alınan dördbucaqlının perimetrini tapın. Əvvəla onu qeyd edeyim ki, bunun tərəflərinin orta nöqtələrini ixtiyari dördbucaqlının orta nöqtələrini birləşdirsək, alınan dördbucaqlı hökmən paralleloqramdır. Yəni ümumi halda paralleloqramdır, xüsusi halda paralleloqramın növləri, xüsusi halları olacaq.
və bunun perimetri P bərabərdir böyük əvvəlki, yəni əvvəlki böyük dördbucağlının diagonallarının cəminə bərabər. D1 üstə gəlsin, D2 kimi hesablanır. Və biz dördbucaqları öyrənəndə ilk olaraq paralleloqramı öyrənirik. Mən adətən deyirəm ki, paralleloqram ailəsi. Niyə deyirəm paralleloqram ailəsi? Bu ailəyə daxildir nə? Paralleloqramın özü, sonra düzbucaqlı, romb və kvadrat. Bunların biri-birindən müəyyən incə fərqləri var. Yəni paralleloqram ümumi halda nədir? Qarşı tərəfləri paralel olan dördbucaqlıdır. Qarşı tərəflər paraleldirsə, avtomatik buradan qarşı tərəflərin bərabərliyini də demək olar və qarşı bucaqların bərabərliyini də demək olar. Fikir verin. Demək, paralleloqram elə bir dördbucaqlıdır ki, onun qarşı bucaqları bərabərdir, qarşı tərəfləri bərabərdir. Sonra paralleloqramın diagonalları kəsilir və kəsmə nöqtəsində yarıya bölünür. Bununla bağlı müxtəlif suallar verə bilər. Məsələn, bir paralleloqram verər, lap minimal sadə bir sual. Bu bucağına verər 60, bu bucağını istəyər. Bu bucağı da olacaq 60 və bu bucağını istəsə bu 120 olacaq, bu da 120 olacaq. Səbəb. Səbəb nədir? Səbəb odur ki, biz yenə dedik, paralleloqram qarşı tərəfləri paralel olan dördbucaqlıdır. Biz gəlib lap əvvələ qayıtsaq, uyğun tərəfləri paralel olan bucaqlar, bunlar eyni adlı bucaqlardır, bir-birinə bərabərdir və bu bucaqla bu bucağın cəmini də rahatlıqla paralellər və kəsəndən bir tərəflilərdən sübut eləmək olar. Yəni, paralleloqramın daxili bucaqların cəmi 360-dır, qarşı bucaqları bərabərdir, qarşı tərəfləri bərabərdir və paralleloqramda diagonallar bir nöqtədə kəsişir ki, həmin nöqtə də diagonalların orta nöqtəsidir. Yəni, məsələ necə verilə bilər? Bu diagonalı verər 2x üstə gəlsin 3, diagonalın bu hissəsini. Bura verər 2x üstə gəlsin 3x çıxılsın 2. Məsələn, artıq bunlar bərabərləşdiriləcək və bu diagonalın x-i də istəyə bilər, bu diagonalın bir hissəsini də istəyə bilər, yarıya bölünmüş bütününü də istəyə bilər. Düzbucaqlıda fərq nədir? Düzbucaqlı sadəcə olaraq bucaqlarına görə paralleloqramdan fərqlənir, bir də diagonalların bərabərliyinə görə. Bucaqları 90 dərəcədir, diagonalları paralleloqramdan özündən fərqli olaraq bərabərdir. Sonra romb. Rombun diagonalları bərabər deyil. Rombun diagonalları onun bucaqlarını yarı bölürlər. Yəni, bucaqdan bölənidir. Rombun diagonalları perpendikulardır. Romb bütün tərəfləri bərabər olan, amma bucaqları isə bərabər olmayan, bütün bucaqları bərabər olmayan paralleloqramdır. Diagonalları perpendikulardır dedik. Buna aid tənböləndir, bunu da dedik. Məsələlər indi qarşıda baxmağa çalışarıq. Kvadrat nədir? Kvadrat bütün tərəfləri bərabər olan düzbucaqlıdır. Fikir verin. Düzbucaqlının bütün tərəfləri bərabərsə o kvadratdır. Paralleloqramın bucaqları 90 dərəcədirsə, yəni qonşu tərəfləri perpendikulardırsa o düzbucaqlıdır. Düzbucaqlının tərəfləri bərabərdirsə o kvadratdır. Kvadratın diagonalları bərabərdir. Kvadratın diagonalları perpendikulardır. Kvadratın 4 dənə simmetri oxu var. Bunların simmetri oxularından danışmadım. Məsələn, rombun 2 simmetri oxu var. Paralleloqramın ümumiyyətlə simmetriya oxu yoxdur. Simmetriya mərkəzi diagonalların kəsişmə nöqtəsidir. Düzbucaqlının simmetriya mərkəzi diagonalların kəsişmə nöqtəsidir. Düzbucaqlının da yalnız 2 dənə tərəflərinin orta nöqtələrindən keçən 2 düz xətt kimi simmetriya oxları vardır. Bunlar üçün ayrı-ayrı qaydalar var. Ən çox paralleloqram ailəsində bilməli olduğumuz, həmişə yadda saxlamalı olduğumuz qayda diagonallarının kvadratları cəmi bərabərdir tərəflərinin kvadratları cəminə. İndi bunu digərləri üçün başqa cür görə bilərsiniz. Uşaqlar,
Biz bilirik ki kvadratın tərəfləri bərabərdir. Diagonalları da bərabərdir. O zaman 2D kvadratı kvadrat üçün bərabər olacaq 4A kvadratı. Romb üçün D1'in kvadratı üstə gəlsin, D2'nin kvadratı bərabərdir 4A kvadratı olacaq. Fikir verin. Düzbucaqlı üçün olduğu kimi qarılacaq. Yəni belə də yazılacaq. Yaxşı. Qalan bir figurumuz oldu. Trapesiya. Mən bunlar haqqında yenə deyirəm, ümumi izah verirəm, qısa izah verirəm. Yəni bunları izləsək bizə faydalı olacaq. Trapesiya yalnız iki tərəfi paralel olan dördbucaqlıdır. Trapesiyanın yan tərəflərinə bitişik bucaqların cəmi 180 dərəcədir. Trapesiya yan tərəfləri bərabərdirsə bərabər yanlı trapesiya adlanır. Trapesiyanın bir tərəfi oturacaqlarına, bir yan tərəfi oturacaqlarına perpendikulyardırsa o düzbucaqlı trapesiya adlanır. Trapesiyada paralelogramlar kimi, yəni o da dördbucaqlıların xassəsini ödəyir. Yəni daxili və xarici bucaqların cəmi 360 dərəcədir. Trapesiyada oturacaqlar cəminin yarısı orta xəttdir. Yəni L bərabərdir A üstə gəlsin B bölünsün 2'dir. Sonra trapesiyada ən çox uşaqlar yaddan çıxan məqam nədir? Ən çox yaddan çıxan məqam məncə budur. Daha çox yaddan çıxarırsınız buranı. Orta xəttin diagonallar arasında qalan hissəsi. Bu nədir? Bura A-dırsa, bura B-dirsə, bura X-dirsə X bərabərdir. B çıxılsın A bölünsün 2. Orta xəttin diagonallar arasında qalan hissəsi. Yaxşı, bunlara aid bir neçə məsələyə baxaq. Yəni dördbucaqlar bölməsindən bir neçə məsələyə baxaq. Deməli uşaqlar, paralelogramdır tutaq ki. Bizə bir paralelogram verilib. Və paralelogramın qarşı tərəflərinə 3x, 2y, x üstə gəlsin 2y və 8 verilib. Bizdən tələb olunur x-i və y-i tapmaq. Biz qarşı tərəflərin bərabərliyindən 3x bərabərdir 2y yazırıq. Bir də x üstə gəlsin 2y bərabərdir 8 yazırıq. Yazdıq mı bunu? Daha sonra nə edirik? 2y'imiz 3x'tir. Burada da 2x görürük. Bu 2y görürük. X üstə gəlsin 2y'in yerinə 3x yazırıq bərabərdir 8. 4x bərabərdir 8. Və x bərabərdir neçə alırıq? 2 alırıq. X-i 2 almışıq. Bunda 3x'imiz 2y'ə bərabərdir axı. 2y'ə. O zaman 3x'imiz 6 olur bərabərdir 2y və y bərabərdir nəyə? 3'ə. Biz beləliklə x-i də tapdıq, y-i də tapdıq. Sonra demək dördbucaqlı verilə bilər, ixtiyari bir dördbucaqlı verilə bilər. Fikir verin. Bunun xarici bucaqlarını verəcək. Ümumi xarici bucaqlar və hamısını bir dəyişəndən asılı. X üstə gəlsin 10. 2x çıxılsın 10. Və burasını verəcək 3x. Burasını verəcək x. Bizə deyəcək ki, x dəyişənini tapın və xarici bucaqları tapın. Biz bu zaman nə edəcəyik? Toplayarıq hamısını. X, 2x, 5x, 7x, 7x və çıxılsın 10, üstə gəlsin 10. Bunların da cəmi oldu 0, bərabərdir. Demək, bir dənə dəqiq baxın. 2x çıxılsın 10. Burada x üstə gəlsin 20'dir. Üzrü bilin, x üstə gəlsin 20. X üstə gəlsin 20, x çıxılsın 10. Burada artıq 20, 10, cəm olacaq 10. Bu mənfidir axı. Bərabərdir 360 və 7x bərabərdir 350 görürük. Demək, x nəyə bərabərdir? X bərabərdir 50'yə. X-i 50 tapandan sonra qoyuruq yerinə bucaqları da tapa bilirik və bu suallar bəzən verilir ki, x-in qiymətini tapın, dəyişənin qiymətini tapın. Elə də rahatlıqla tapa bilirik. Daha sonra bizə verilə bilər hər hansı bir
Düzbucaqlı. Düzbucaqlı veriləcək və bu düzbucaqlının perimetri P bərabərdir 28 olsun. Və bunun diagonalları belə verilib. A, B, C, D. Burada O nöqtəsi. Qeyd elədik, perimetrimiz nə qədərdir? 28-dir. Və daha bir perimetr verilib bizə. P üçbucaq ABC. ABC üçbucağının perimetri bərabərdir 24 santimetrdir. Bizə deyir ki, AO'nun uzunluğunu tapın. AO'nun uzunluğu. AO baxın budur. Bunun uzunluğunu istəyir. Mən bunun üçün nə edirəm? Diqqətlə baxın. Perimetrimiz 28'dir. 28'i bölürəm 2'ye. 14. Niye? Çünkü bu taraf A, bu taraf B olsa A üstə gəlsin B artıq 14'dür. Tapdıq mı 14'ü? Daha sonra nə edirik? Bu AC diagonalı və A ilə B'nin cəmi bizə 24 verir də. Bu üçbucağın perimetrini verir. O zaman 24'dən çıxırıq 14'ü. Tapırıq 10. Yəni AC diagonalımız nə qədərdir? 10'dur. AC ki 10'dur. AO bərabərdir OC. Axı diagonallar kəsişir, kəsmə nöqtəsində yarıya bölünür. 5'ə bərabərdir. Bunu da belə tapa bilirik. Yəni AO'nu tap demişdi. AO'muz 5'dir. Daha sonra paralelogramlarla bağlı ən çox həm diqqətdən yayındırdığınız suallar tipinə aiddir. Həm də ki yaddan çıxartdığınız. Belə bir sual verilir. Belə bir sual verilir bizə və deyir ki, paralelogramın A bucağının tən böləni onun BC tərəfini A təpəsindən başlayaraq 3 bölünsün 3 cm və 2 cm'lik parçalara ayırır. Bu paralelogramın perimetrini tapın. Biz bilirik axı bu tən böləndir. Tənbölən olduğu verilib. Onda bu bucaq da bu bucağa bərabərdir. Bu bərabər yanlı üçbucaqdır. Bu buna bərabərdir. O zaman bərabər yanlıdırsa bura 3'dür. Və 3, 5 oturacaq nə qədər olacaq? 3, 2, 5 oturacaq deyəndə uzun tərəf, uzunluq. Burada 3. Onda bu paralelogram perimetrini istəyirsə, mən nə yazacağım? Yazacağım P bərabərdir 3 üstə gəlsin 5 vurulsun 2. Bu da bərabər 16. Demək uşaqlar bizə nə kömək oldu? Çarpaz bucaqlar bərabərdir. Bu bucaqla buradakı bucağın bərabərliyini göstərdik. Və adlarla demirəm vaxtımız çox getməsin. Bu bucaq da tənbölən olduğu üçün bunlar bir-birinə bərabərdir. Eyni zamanda bunlar da bərabərdir. Bərabər yanlı üçbucaq aldıq. Hansını? A, K adlandıraq bura. A, B, K üçbucağı bərabər yanlı oldu. Yan tərəf BK və AB. Və oradan yazdıq. Tapdıq. Daha sonra bizə verilə biləcək sual. Məsələn, trapesiya ilə bağlı sual verəcək. Sadə bir sual. Qaydada izah elədim. Amma belə izahım vermədik. Yəni, misal nümunəsi göstərmədik. Orta xətti verəcək. L bərabərdir 8. Kiçik oturacağı verəcək 4. Böyük oturacağı istəyəcək. Buna da x deyirəm. O zaman biz nə edirik? X üstə gəlsin 4 bölünsün 2 bərabərdir 8 yazırıq. X üstə gəlsin 4 bərabərdir 16 və x bərabərdir 12. Yəni digər oturacağın 12 olduğunu tapırıq. Və yaxud eyni bu trapesiya üçün diagonallar arasında qalan hissəsini desə, həmin diagonallar arasında qalan hissəsinə biz D deyək məsələn. O necə tapılacaq? 12 tapandan sonra buranı 12 çıxılsın 4 bölünsün 2, 8, 8 ilə 2 böləndə 4. Və yaxud paralelogramın orta xəttin verəcək, trapesiyanın orta xəttin verəcək, 10, yan tərəflərindən birini 8 verəcək, digərini 9 verəcək. Bizə deyəcək bu paralelogramın perimetrini tapın. Biz bu zaman P bərabərdir. Bu oturacaqlar A və B olarsa, A üstə gəlsin B'nin cəminin yarısı 10 vermirdi.
Onda A üstə gəlsin B cəmi olacaq. Onun ikimizdir 20. Üstə gəlsin 9. Üstə gəlsin 8. 17. Bu da 20. 37 olacaq. Demək, dördbucaqlar haqqında da düşünürəm ki, yetərlidir. Və son rasional ifadələr, rasional ifadələr haqqında 2 məqamı qeyd edəcəm və bu videonu yekunlaşdıracağım. Rasional ifadələr nə idi? Çoxhəddilərin nisbəti rasional ifadədir. Biz rasional ifadəyə rasional cəbri kəsr nə vaxt deyirik? Əgər kəsrin sürəti və məxrəci çoxhəddidirsə və eyni zamanda məxrəc çoxhəddisində dəyişən varsa, yəni məxrəcdə dəyişən iştirak etmirsə, bu tam cəbri ifadə adlanacaq. İndi hər hansı bir rasional kəsr yazaq. Məsələn, x üstə gəlsin 5 bölünsün x çıxılsın 6. Bunlarla bağlı ən çox verilən sual, nə vaxt mənası yoxdur? Dəyişənin mümkün qiymətləri çoxluğu. Bu rasional kəsr x bərabərdir 6 olanda mənasızdır. Məxrəc sıfıra çevrilir, sıfıra bölmək zorunda qalırıq. Bu da ki, mümkün deyil. X bərabərdir mənfi 5. Sürət sıfıra çevrilir, kəsrin qiyməti nədir? Sıfıra bərabərdir. Sıfıra bərabər. Bu qədər. Növbəti videolarla inşallah qarşınızda olarım.